bu cəmaatı aldadan elə cəmaatın özü. Qıraq adam niyə axtarırıq ki? Bəzən yağ seçimimizdə çox çətinlik çəkirik. Əlbəttə, kərə yağı adı altında bir çox məhsullar var ki, bu əlbəttə kərə yağı deyil. Həm üzərində yazılmaqla iş bitmir. Tərkibini yoxladıqda isə bəzən bu ümidlərin sonsuzluğuna gəlirik. Bazarlarda isə kərə yağı altında satılan bəzi məhsullar var ki, 10 manata, 11 manata, hətta 9 manata satılan məhsullar var. Bu isə bizi narahat edir. Müasir dövrümüzdə elə bir texnologiya inkişaf edib ki, əsl kərə yağı ilə tərkibi qatılmış kimyəvi və ya bitki tərkibli olan yağları seçmək belə çətindir. Nə dadla, nə də görüntü ilə. Bunun üçün ümid edirəm ki, lazımi orqanlar bu məsələyə çox ciddi yanaşacaqlar. Çünki hal-hazırda ölkəmizdə keyfiyyəti aşağı olan və tərkib hissəsində əsl kərə yağı olmadığına dair faktlar da mövcuddur. Bildiyimiz kimi marketlərdə hətta kərə yağı adı altında o qədər məhsullar mövcuddur ki, artıq biz alıcı olaraq da seçimdə əziyyət çəkirik. Mənə yazılan mesajlarda, məktublarda bununla çox qarşılaşıram. Hətta insanlara nə cür cavab verəcəyimi də artıq mən də bilmirəm. Ümid edirəm bunu bilənlər vardır. Varsa, hansı təmizdirsə bizə də məlumat versin. Görək necədir. Artıq elə bir zamandayıq ki, düşünürəm, ağı qaradan seçmək belə mümkün olmur. Çünki ikisini də qaranlıq otaqda bizə göstərirlər. Gəlin bir-birimizi aldatmayaq, vicdanlı olaq, ədalətli olaq. Qoy malını sat, demirəm ki satma. Əgər bunun tərkibində bitki tərkibi varsa, adamlar xəstədir. Həkim ona tapşırır ki, təbii yağ qəbul etməlidir. Aparır və xəstəxanalar isə xəstələrlə dolur, daşır. Buna görə diqqətli olaq. Yoxsa mən ağsaqqala niyə